Salam, xoş gördük bizi. Necəsiz? Neyinirsiniz? İşləriniz necə gedir? 5 il, 6 il bundan qabaq dediklərimiz təkrarlanır, düzdür? Bir çoxla dəli yerinə qoymuşdu bizi. Amma bu qazlarım da heç imkan vermir danışmağa. Mənə görər görməz heyvan o qədər sadiq heyvandır ki, yaxşılığı itirmir. Biz belə qərara gəldik ki, biz yardım toplayaq. Yardımımızın amacı nədir? Yardımımızın amacı ondan ibarətdir ki, bizim bir dənə hardasa 5'in 5'ə bir dənə otaq, ofisə ehtiyacımız var. Yəqin ki, oranın işıqlandırma sisteminə bizim pulumuz gedəcək və onun masası və onun arxa fonu və əlavə bir 3-4 dənə stoykanı nəzərə alsaq və yuxarıdan aşağı əlimizdən iş görəcəksə onları qayd eləməlidir və yaxud da sağdan, soldan, yandan hər ehtimala qarşı bir 2 dənə, 3 dənə stoykamız olmalıdır. Bunlara da pul lazımdır. O üçün tutarı hardasa deyim sənə bir 5.000'ə, 5.000'ə, 4.000'ə bir ofis aça bilərik özümüz üçün. Yəni bu ofis nədən ibarətdir? Mən sizə deyim. Əsas növbədə köhnə nəsil o qədər də telefondan istifadə eləyə bilmir. Amma yeni nəsil tam istədiyimiz kimidir. Hətta paylaşımları, like'ları falanları bunların bir çoxları bilir. Yəni o yüzden də bizə yeni gənclər lazımdır. Biz təbii ki demokratlar var, bürokratlar var, bir də sağcı var, solcu var. Bunları yəqin ki araşdırsaz bilərsiniz söhbət nədən gedir. Yəni bizim bu geydirmə müxalifətçilərimizə də sual verəndə ki, sağcı mısın, solcu musun? Deyir ki, nə sağcı, solcu, bizdə düz nədir? Yəni bu da onun nə qədər tərbiyəsiz olduğunu ortaya çıxartır. Yəni bu sağcının, solcunun mənaları var. Sağcı nə daşıyır, solcu nə daşıyır, demokratlardır, bürokratlardır. Belə bir izahı var onun. Çox da deyib videonu uzatmaq istəmirəm. Demək, gənclər düzdür, Nurjeynin əllərində 1 manat belə gənclik oğlanına gücü çatmaz. Gənclik oğlanına və yaxud da ki, gücü çatması bu 1 manat nədir ki, mən gənclik oğlanımın adına 1 manat göndərirəm. 1 manat göndərirəm. Yəni bir çoxlarını dələduzlar alladı. Yəni biz dələduzlardan deyilik. Sadəcə olaraq bu sistemin olmasını biz istəyərkən, yəni sizə də yeni bir müasir dövrə aid pul qazanma yolları təklif edəcək. Yəni həqiqətən də milyardlarla, trilyardlarla reklama pul ayrıldığı halda o milyardların bir qismin buğur eləyə bilərik. Bu ofisi heç yeri gəldindən bir çoxları buna nə bilim başqa adlar qoya bilər, müxalifət, nə bilim siyasi bir şey. Yox, sadəcə olaraq region olaraq, yəni bizim region olaraq, kənd olaraq elə bir digital sistem yarada bilərəm orada ki, hər kəs pul toplaya bilər. Hər kəs xarici ölkələrdən reklam şirkətləri neçə faizinasa sahib ola bilər. Bunu biz gənclər üçün yarada bilərik. Çünki bizim gənclər bu proqramları rahat şəkildə istifadə edə bilər. Yəni köhnə nəsillərə bir o qədər də biz deyirik, görürük əhəmiyyət vermir. Adam artıq qocalıb, artıq uşaqlaşmaya doğru gedir. Yəni gələcəyə doğru gelmir. Demək, gənclər bildiyiniz kimi pulsuzluq ucbatına hamınız sıxıntı çəkirsiniz. Biz öz sistemimizi qurub pulumuzu qəşəngcə qazana bilərik. Bunu biz yaradandan sonra başqa bir regionları da referalımıza qoşacağıq. O regionlar da başqa bir regionları referalı qoşacaq və ölkəmizə dollar
qazandıracaq. Dollar qazandırır. Birbaşa pulu, Visa kartın varsa, hər kəsin də bank kartı var. Birbaşa kartıva vur, kartıva köçür. Dövləti olaraq dollar köçür, amma sənə manat olaraq gəlib çıxır. Yəni bu tətbiqi bir düşünün. Sadəcə olaraq qərzində günləriniz boşa gedir. Niyə də bir dənə sınamayasınız? Yəni mən sizi garanti edirəm ki, yəni sınasaz heç də uduzmarsınız. Yəni təbii ki, burada bizim yerli Azərbaycan gənclərimizlə gedir. Kiməsə boyun əkmədən mobil telefondan rahatlıqla 300 dollar, 400 dollar pul çəkə bilərsiniz. Yəni gənclərin birində, gənclərdə o qədər paxıllıq mən görməmişəm. Qəşəng gənclik yaranır. Paxıl deyirlər. Adam kiməsə satan deyirlər. Belə bir mərd bir gənclik yaranır. Ümid edirəm bu gənclər konkret bir dənə söhbətdən bir yerə qoyub vergi versələr 1 manat, o vergilər sayəsində daha da gözəl imkanlar yarada bilərik siz. Yəni biz bir çox şeyləri sizə dəstək olaraq çəkib ofisdə göstərməliyik. Proseslər necə gedir, reklamı necə kursat edirsən və qurtardıqda necə olur? Yəni burada çox imkanlar var həqiqətən də. Bu imkanlardan mən demək istəyirəm ki, gənclər artıq bu köhnələr kimi Nuh əyyamında, daş dövründə qalmayın. Yəni iş yerlərimizi birbaşa mobil telefonda yaradaq. Xarici ölkələrdən, xarici yardım paylayan ölkələrdən reklama, orada xeyriyyətçilər var, falanlar var, qoşulur sonra. Onlar da sizə hesabınıza pul vurur. Minimum, düzdür, burada pul çıxartmaq, ayda bir dəfə pul çıxartmırsınız. Sadəcə olaraq, belə deyək, hardasa 2 aydan bir çıxartırsınız. Nə gözəl, onsuz da bütöv ili sizə heç pul vermirlər, düzdürmü? Nə uşaq pullarınızı, nə bir şeylərinizi vermirlər. Sadəcə olaraq sizin atanıza, ananıza borclu olduğunuz anda, hətta bugünkü gündə gedirsiniz başqa yerlərdə əskərilər falanlar, ofisiantlar işləyirsiniz. Yəni altınızda xarici maşınınız belə yoxdur. Yəni qalmısınız peşkon. Yəni əslində siz neft ölkəsindəsiz. Neft ölkəsində siz Volkswagen, Bugatti sürdüyünüz halda çox təəssüflər olsun ki, Varapskoy köhnə nəslin belə deyək, tələsinə düşmüsünüz. O tələdən də çıxa bilmirsiniz. Hamınız da əziyyət çəkirsiniz. Gəlin öz VOVAP sistemimizi yaradaq. Gənclər olaraq o VOVAP vasitəsilə reklam şirkətlərindən milyonlarla pullarımızı ala bilərik gənclər. Hətta bunu kəndlərdə əgər iş görən adam varsa, ağsaqqal varsa, o ağsaqqalı qoşa bilərik və hamısında referal bir şəkildə ağsaqqala cəlb edə bilərik və beləcə kənd cəmaatı sadəcə olaraq o ağsaqqala 100 nəfər, 1000 nəfər və yaxud da 500 nəfər qoşsaq, həqiqətən də ayda ağsaqqal ortaya 8000, 9000 pul qoyacaq. Sonra ikinci adamı özünə qoşmaq istəyirsənsə, ikinci adam qardaşın ola bilər, qardaşın üçüncü referalı bacın ola bilər, dördüncü referalı atan ola bilər, 7-ci referalı, nə bilim, xalon qızları, bibim qızları ola bilər. Siz də şəbəkənizdə, hətta Zombildə o şəhərlər var. Siz baxsaz o proqrama, həqiqətən də çox dəhşətə gələcəksiniz. Deməli, orada baxırsan Türkiyədən, Qazaxıstandan, dünyanın bütün ölkələrindən var. Amma niyə biz orada olmayaq ki, oradan biz payımızı almayaq ki? Sadəcə olaraq dünya səviyyəsində qurulan bir proqramdır. O proqram vasitəsilə biz pullarımızı bərpa etmiş oluruq. Elə bir bizdən yeyilən, oğurlanan pulların bir qismin qaytarmış ola bilirik. Yəni bu da sadəcə olaraq buradadır. Referal linkimi atacağım. Kim ki
qeydiyyatdan keçə bilirsə, qeydiyyatdan keçsin, mənə referal olsun. Orada mənimlə təmasla qura bilər, mənimlə təması bağlaya da bilər. Amma çox gözəl bir şeydir. Yəni çalışın bu sistemə referal sistemi olaraq girin. Çünki tək başınıza girsəz, tək başınıza kütləvi toplum pullar toplaya bilməyəcəksiniz. Amma bunu biz referal şəkildə, qrup şəklində, nədir onun adı, yüzlərlə, minlərlə sakinlər arasında sistemimizi qursaq və rahatlıqla biz pulumuzu qazanmış olaraq. Heç işləməyə də ehtiyac olmaz. Sadəcə olaraq mobil telefona, hətta 2 dənə, 3 dənə, 4 dənə mobil telefonun varsa, hətta onlarla da sən onları da prosesə qoşub və daha da gəlirini çoxalda bilərsən. Bugünkü gündə belə deyək, 1000 nəfərlə və yaxud da 500 nəfərlə başlasınız, $50, $60 ay ərzində yığılacaq hər biriniz. Amma mərkəzdə ki, kimə ki qoşulmusunuz, orada sizə yığılacaq təxminən hesabladığımıza görə $400-500, yəni beləncə bir şəkildə. Yəni bunu istəsə, istər Rusiyada, istər Rusiyada, istər Qazaxıstanda, dünyanın harasında olursunuzsa olun və o ölkələrdən ki, reklam şirkətlərinə küllü miqdarda pullar ayrılırsa və biz o reklama ayrılan pullardan baxarsınız ki, regionda tutalım 5000 nəfər, 10.000 nəfər qoşulubsa, 5-10 minə qədər regiona pul çəkmiş oldu. Dövlət bankına çəkir, dövlət bankından da filiallar var. Bir kartdır, ABV-dir, beynəlxalqdır və o kartlara da rahatlıqla pulunuzu çəkib istifadə edə bilərsiniz. Amma biz istərdik hər kəs rahat yaşasın. Yəni yer üzünə gəlibsə hər kəs cənnət kimi bir yer üzündə yaşasın. Ömrünü də başa vurdu. Yer üzündə müəyyən bir şeylər qoymalıdır. İndiki dünyada düzdür, daşdan, kəsəkdən, binadan və yaxud da borudan gücün çatmır çəkməyə, amma video materiallar vasitəsilə digital olaraq bütün dünyaya, düzdür, ölüb gedərsən, amma sənin hansısa bir çıxışın bütün gələcəyə yaxşı təsir edərsə, əbədi yaşayarsan. Yəni gələcəkdə bəlkə də heykəlini qoyarlar, simvol olaraq kullanarlar sizi. Yəni digital aləmi, dünyanı hər kəs öyrənməlidir. Hər kəs də öyrənmək istəyirsə mütləq bizə yatırım eləməlidir. Ən azından 1 manatdan, düzdür, təbii ki, yaxşı insanlar çıxacaq, içindən 10 manat, 100 manat istəyəcək bu proseslərlə maraqlanan şəxslər varsa, bizə həqiqətən də yetərincə pul ayıracaq və biz o sistemi qurub bunları digital dünyadan gəlirlərini təmin etmək üçün biz o yayımları çəkib paylaşmalıyıq və yaxud da hansısa bir başqa bir regionlara örnək olmalıyıq. Yəni mənim təklifim budur. Düzdür, get-gedə artıq iqtisadiyyat çökür, bir çoxları işlərini itirir. Əlində olan, kimin əlində nə varsa hamısını demək olar bahalaşdıqca, pulda inflyasiya getdikcə itirəcək. Yəni hər kəs də çox pis duruma düşəcək, pulsuz duruma, artıq belə deyək, pis duruma düşə bilər. Daha bunun detallarına getməyək. Amma belə olaraq hər şey çöküb dağılandan sonra, hətta hər şey məhv olandan sonra siz təbii ki, yenə də aylıq gəlirlərinizlə müəyyən işlər görə bilərsiniz özünüz üçün. Yəni bu işi də görmək artıq məncə vaxtıdır. Region olaraq, kənd olaraq hamımız bu işləri görməliyik. Hamısı bir-birinə referal olaraq digital dünyada qoşulmalıdır. Bir çox reklam, video çarxlardan gəlir əldə etməlidirlər. Bu qədər linkimi atacağım aşağı bölməyə və oradan da kim istəyirsə götürə bilər.